Şənli funksiya ilə bağlı verilən test suallarının izahına davam edək. 76 nömrəli sualda funksiyanın tam diferensialı soruşulur. Tam diferensialı artıq bilirik ki, verilən funksiyadan bir dəfə x-a görə xüsusi teoremi alırıq, daha sonra isə y-ə görə xüsusi teorem alacaq. Nəyə görə xüsusi teorem alırıqsa, o bizim üçün dəyişəndir, digəri isə sabit olaraq qəbul edirik. Y = x kvadratın teoreməsi y = x kvadratın özü, bir də vurulsun mürəkkəb funksiya olduğuna görə x kvadratından teorem alsanız 2x eləyər. Sinus y isə burada deməli ədəd olaraq iştirak eləyir. Y-ə görə teoremi alsam y = x kvadratı burada əmsaldır, olduğu kimi qalır. Sinusun da teoreməsi kosinus y verməlidir. Mürəkkəb funksiya deyil, sadə funksiyadır. Deməli x-a görə xüsusi teoremə vurulsun dx və y-ə görə xüsusi teoremə vurulsun dy. Və cavabımız da düzgündür. Daha sonra 77 nömrəli sualda x-a görə xüsusi teorem almalıyam. Baxıram, u funksiyası x-dən, y-dən və z-dən asılı olan 3 dəyişənli funksiyadır. X-a görə xüsusi teorem almaq lazımdırsa, deməli biz bu zaman x-i sadəcə dəyişən olaraq qəbul edirik. Y = x kvadratı üstəgəl y kvadrat olduğu kimi qalar. X kvadrat üstəgəl y kvadratının x-a görə teoreməsi 2x eləyir və sinus kvadratı z də yenə burada ədəd olaraq düşünürük və cavabımız düzgün. Daha sonra 78 nömrəli test ümumiyyətlə qayda olaraq soruşulur. Mürəkkəb funksiyadan teorem alanda artıq bilirsiniz ki, xüsusi teoremə nəzərə alırıqsa, deməli z funksiyasından u dəyişəninə görə teorem alsaq, birinci ondan x-a görə xüsusi teoremi almalıyıq. Z-dən x-a görə xüsusi teoremi almalıyıq. Daha sonra isə x-dan u-ya görə teoremi almalıyıq. Eyni qayda ilə z-dən əvvəl y-ə görə xüsusi teoremi alırıq. Daha sonra isə y funksiyasından u-ya görə teorem almalısınız. Baxın, bu hissələrə diqqət eləyin. 79 nömrəli sual. X-a görə 2 dəfə xüsusi teorem alaq. Bir dəfə xüsusi teoremi alsam, eləyər 4x-in kubu çıxaq. X bir də burada iştirak eləyir. Əmsalı da y kubudur. Bir dəfə də alsam, eləyəcək 12x-in kvadratı. Artıq burada ikincisi də x iştirak etmədiyinə görə teoreməsi 0-dır. Və cavab sadəcə 12x kvadratı. 80 nömrəli sualda y-ə görə teoreməni 2 dəfə almalıyıq. 2 qat xüsusi teoremi almalıyıq. Birini alaq. X kvadrat əmsaldır. Heç bir rolu yoxdur. Olduğu kimi qalır. Y = x, y-in teoreməsi y = x, y-in özü və x, y-in əmsaldır. X olduğu üçün bir dənə də x-a vurdum. Deməli, burada yarandı x-in kubu. Y = x, y. İkinci teoreməni də alsam, z yazın bunu. Y yenə də y-nin üstündə var. X kubu olar, olduğu kimi qalar. Y = x, y vurulsun. X, y-dən teoremi alsaz, əmsalı olaraq x yaranır burada. Deməli, cavabımız da olur x = 4, y = vurma. Y = x, y. X = 4, y = x, y. Düzgün cavabımızdır. Yəni, analoji olaraq qaydanı davam etdiririk. X-a görə, əvvəl y-ə görə alıram. Birinci tərtibini alım əvvəl. Y harada var? Yalnız sinus argumentinin, sinusun argument olaraq ifadəsinin içində var. X deməli əmsaldır. Sinusun da teoreməsi eləyər kosinus. Kosinus x plus y. X üstəgələ y ifadəsindən y-ə görə teorem alsam, y-in əmsalı 1-dir, ona görə yəni heç bir şey dəyişmir. Deməli, bir dəfə də teoremi alaq. Xüsusi teoremi alırıq. X olduğu kimi sabit olaraq qalır. Kosinusun teoreməsi mənfi sinus x plus y eləyər. Və x plus y-in də teoreməsi y-ə nəzərən yenə 1-dir. Deməli, cavab olur mənfi x vurulsun sinus x üstəgəlinsin y. Budur, cavabımız düzgündür. Növbəti sualda z-ə görə
xüsusi teorem almalıyıq. Deməli, burada baxaq, u funksiyası yenə 3 dəyişənli funksiyadır. Həm x-dən, həm y-dən, həm z-dən asılı 3 dəyişənli funksiyadır və biz burada yalnız teoreməni almalıyıq. Nəyə görə? Z-ə görə. Və bu h(x) funksiyası kimi baxa bilərik. Buna üslü funksiyadır. h(x) funksiyasına teoreməsi bilirik ki, olmalıdır elə h(x)'ın özü, bir dənə də olmalıdır ln(a). Düzdür? ln(a). Deməli, yəni x üstü y kvadratı z-in özü, bir dənə də burada olmalıdır ln x və əlavə olaraq qüvvətin özündən də bir dənə teorem almalıyam, qüvvətindən. Yəni, məsələn, h(2x)dan teoremi alsaydınız, yazardınız ki, h(2x)'ın özü ln a, bir dənə də 2x-in teoreməsinə görə 2 yazardınız bura, düzdür? Yəni, o niyyətlə x, y kvadratı z-dən də bir dənə z-ə görə teorem almalıyam və burada y kvadratı yaranır. Deməli, bizim cavabımızda olmalıdır y-in kvadratı x üstü y kvadrat z və bir də ln x ki, hamısını düzgün almışıq. Növbəti sual. Tam diferensialda artıq demişdim. Bir dəfə x-a görə xüsusi teorem alırıq, bir dəfə də y-ə görə xüsusi teorem alırıq. X-a görə xüsusi teoremi alsam, eləyər 2x y üstü y, dx-ni yazıram yanında. Üstə gələk, y-ə görə teorem alsam, x kvadrat əmsaldır, y üstü y-in də teoreməsi ilə y üstü y-in özüdür, dy. Ortaq burada nə var? X vuraq, y üstü y ortaq olduğu üçün kənara çıxara bilirik. 2 dx, üstə gələk, x dy qalır cavabda. Sonra funksiyanın tam diferensialı 3 dəyişənli funksiyadırsa, deməli, hər birinə görə xüsusi teoremələr alınmalıdır. X-a görə xüsusi teoremə vuraq dx, y-ə görə xüsusi teoremə dy və z-ə görə xüsusi teoremə dz diferensialı nəzərə alınmalıdır. Və bu yenə də mürəkkəb funksiyadır. Mürəkkəb funksiyada bu zaman v-yə görə xüsusi teoremə istənilirsə sizdən, ona görə birinci z funksiyasından x-a görə teoremi alıb, sonra x-dan v-yə görə teoremi almalıyıq. Daha sonra z-dən y-ə görə teoremi alıb, sonra isə y-dən v-yə görə teoremi almalıyıq. Bu hissəyə diqqət yetirin, çünki bu mürəkkəb funksiyadır. 86 nömrəli sual, y-ə görə 2 dəfə teoremi alaq. Bir dəfə alsam, yazaram ki, y harda var? Y 2 yerdə var. 4 y-in kubu çıxılsın. Burada x əmsaldır. Y kubun da teoreməsi 3y kvadrat eləyər. Bir dəfə də alsam, 12 y-in kvadratı çıxılsın. X əmsaldır, 3 əmsaldır. Y kvadratı da teoreməsi 2y və buradan da 6x y yaranır. 12 y kvadrat çıxaq 6x y. 87. Bir dəfə x-a görə alıb, daha sonra y-ə görə almalıyıq. X 2 halda varsa, deməli bu hasil funksiyası kimi baxacam. Birincinin teoreməsi vuraq. İkinci üstə gələk. Birinci funksiya vurulsun ikincinin teoreməsi. Y x y-in teoreməsi özüdür. Bir dənə də burada y əmsalı olduğu üçün bir dənə də y-ə vurmalıyam. İndi isə alaq teoremə y-ə görə. 2x əmsalda qalır olduğu kimi y üstü x y-in teoreməsi y-ə nəzərən y üstü x y-in özü və bir də x y-in əmsalın ifadəsində y-in əmsalı x olduğu üçün bir dənə də vuraq x. Üstə gələk, keçdim bu tərəfə, bu tərəfdə isə y 2 yerdə iştirak edirdi ya, artıq buna hasil kimi baxmaq məcburiyyətindəyəm. X kvadratını saxlayıram kənarda, onsuz da əmsaldır. Y üstü x y-in teoreməsi y üstü x y-in özü bir dənə də vurulsun y-in əmsalı, yəni x. Birincinin teoreməsi vuraq ikinci, üstə gələk. Birinci funksiya vurulsun ikincinin teoreməsi y-in teoreməsi ilə 1-dir. Bağladım. Yaxşı, şimdi bunu sadələşdirə bilərik. Y üstü x y-i yazıram kənarda. Hələ ki bunu saxlayıram. Görün buradan nəyim var? 2x-dan x var. 2x kvadratı eləyir. Üstə gələk. X kvadratı burada var idi. X-in biri də burada var. Y də burada var. Olar x-in kubu y
üstə gələk. Bir dənə də nəyim var? X kvadratı vur 1, yəni elə x-in kvadratı. Daha sonra cavablara uyğunlaşmaq üçün x kvadratını da kənara çıxara bilərəm. 2 dənə x kvadratı ilə bir dənə x kvadratı. 3 dənə x kvadratım var. X kvadratını kənara çıxarsam içəridə 3 qalacaq. Və x kubu y-dən x-in kvadratını çıxaranda bir dənə də x y qalır. Yəni cavabımız tamamilə düzgündür. 88-i bayaqları tam diferensialı izah eləyəndə izah etmişdim sizə. Dedim ki, müxtəsər vurma kimi təxmini, yəni yadda saxlaya bilərsiniz. Tam diferensial ln x-in teoreməsi 1 bölək x kvadrat üstə gəl y kvadratdır və x-ə görə teorem alsaz 2x eləyər. dx gəldi yanına, üstə gələk. Eyni qayda ilə y-ə görə teorem alsam 1 bölək x kvadrat üstə gəl y kvadrat. Y kvadratın da teoreməsi 2y-dir. Bunları niyə alırıq? Çünki onlar mürəkkəb funksiyalardır. Yəni, çox sadə bir cavab almışıq. 90 nömrəli sual asan sualdır əslində. X-ə görə teorem alsaq, qüvvət funksiyası kimi baxacam. M gələcək əvvələ x-dan bir dənəsi azalır. Y üstə n olduğu kimi qalır. Və dx üstə gələk. Y-ə görə teorem alanda isə x üstü m olduğu kimi qalır. Y-in qüvvətindəki n əvvələ gəlir və bir dənəsi azalır. dy bərabər. Burada nə var ortaq? Nəyi çıxara bilərəm? X üstü m minus 1 və y üstü n minus 1-i çıxartsam. Qalacaq burada m və bir dənə də y. dx üstə gələk. İkinci halda isə nə qalır? X-dan bir dənəsi qalır və bir dənə də n qalır. Belə bir ifadə qalmalıdır. Hə, düzdür. 91. Hə, keçdik limitlərə. Yaxşı, bu limiti mən sizə necə izah edə bilərəm? Düzdür, buna yenə suallar çoxdur. Burada izah edəcəyim variant odur ki, biz burada əvəz etmə eləyə bilərik. 2 dəyişəndən 1 dəyişənə gələ bilərəm. X, y-in hər ikisinə bir dənə t deməyə ixtiyarım var. Çünki x da 0-a, y də 0-a yaxınlaşırsa, bu deməkdir ki, elə t 0-a yaxınlaşır. Yəni, belə bir limit alıram burada. Alıram, limit t yaxınlaşır 0-a, t vurulsun ln t. Və bu da nədir? Bu da qeyri-müəyyənlik yaranır burada. Gəlin, mən buna L'Hopital qaydası tətbiq etməyə çalışım. T 0-a yaxınlaşanda ln t-ni saxlayıram sürətdə. Bu qarşıdakı t-ni isə məxrəcdə 1 bölünsün t şəklində yazıram. Baxın, 1 bölünsün t şəklində yazdım. Yəni, bu alınır da, bu onsuz da tərsinə çevirəndə t vurulsun, ln t alınır, düzdürmü? L'Hopital qaydasını tətbiq etmək üçün ya 0 böl 0, ya da ki, qeyri-müəyyənlik böl qeyri-müəyyənlik alınmalıydı və hal-hazırda ln-in təyin oblasına 0 daxil deyil deyə, sürət qeyri-müəyyənlikdir. 1 bölünsün 0 da yoxdur deyə, o da qeyri-müəyyənlik. Deməli, L'Hopital qaydası tətbiq edə bilirəm. Tətbiq edirəmsə, deməli, ayrı-ayrılıqda həm sürətdən, həm məxrəcdən teoremə alıram. ln-in teoreməsi 1 böl t eləyir. 1 böl t-nin teoreməsi isə mənfi 1 böl t kvadrat eləyir. Bunları artıq bilirik. Buradan da nə qalar? Buradan qalar, tərsinə çevirəndə mənfi t qalar. Bir dənə mənfi t. Və artıq limit t 0-a yaxınlaşanda mənfi t nəyə bərabər olur? Elə 0-a bərabər olur. Deməli, cavabımız oldu 0. Belə yenə bir neçə dənə sual var. Onları da aşkar şəkildə izah eləyəcəm. Yaxşı başa düşəcəksiniz. Arktangens funksiyasından y-ə görə xüsusi teoremi alınmalıyıq. Arktangens funksiyasının teoreməsini bilirik ki, 1 üstə gələk dəyişənin özü nədirsə onun kvadratı. X plus y bölək x minus y-in kvadratı. Bir dənə də mürəkkəb funksiya olduğuna görə onun argumentindən də teorem almalıyam. Bir dənə də vurulsun. X üstə gələk y. X çıx y-in kvadratı. Üzr istəyirəm, teoreməsi. Yaxşı, indi burada bu nisbət funksiyasıdır. Deməli, mən nisbət funksiyasından teorem almalıyam.
Birinci hissəm olduğu kimi qalar. Birincisi də dəyişəsi hələ ki heç bir şey yoxdur. Ortaq məxrəc gətirib sadələşdirə bilərəm. Təxmini buradan deyim də, bax nə qalar. Burada x çıx y-in kvadratı, ortadakı 2x y-lər gedər. Gedər. Bilirsiniz nə qalar burada? Burada qalar x çıx y-in kvadratı sürətdə qalar. Çıxaq 2x y-dən üstə gəl 2x y getsə, məxrəcdə qalacaq 2x kvadratı üstə gələk y kvadratı. Belə bir şey qalmalıdır. Bunlar sadə hissələrdir, yəni bunları siz onsuz da eləyə bilərsiniz. Mənim üçün önəmli olan bu misalın həll hissəsidir. Bir də indi mən bunun törəməsini almalıyam. Nisbət kimi baxsam, x minus y-in kvadratı, məxrəcin kvadratı, sürətin törəməsi vurulsun məxrəc, sürətin törəməsi 1 eləyəcək, vurulsun məxrəc, çıxılsın, sürət vurulsun məxrəcin törəməsi. Məxrəcin törəməsi -1 elədiyinə görə, onda burada mən üstəgəl yaza bilərəm. Buradan nə gedir? Buradan isə y-lər gedir. Qalır burada 2x. İndi baxın. Bayaq belə bir şey almışdım. İndi də buradan aldım. Nə aldım? Buradan aldım 2x bölünsün x minus y-in kvadratı. Rəngi dəyişim. Baxın nə almışıq. Belə bir ifadə almışıq. Bir dənə də belə bir ifadə almışıq. Burada ixtisar gedən nədir? X minus y kvadratdan x minus y kvadratı ixtisar gedir. 2 ilə də 2 ixtisar gedir. Nə qaldı? Sürətdə bir dənə x qaldı. Hansı ki varımızdır. Məxrəcdə də x kvadrat üstə gəl y kvadrat qaldı. O da varımızdır. Deməli, dəqiq düz almışıq hamısını. 2 dəyişənli funksiyalar 130 nömrəli sual 135-də deyəsən səhv eləmirəmsə bitir. İndi mən çalışaram ya bir dəfəyə ya da 2 dəfəyə onu izah edim. Bəzən də istəyirəm videolar böyük olmasın. Yəni rahat şəkildə baxa bilərsiniz. Z-dən bir dəfə x-ə görə törəmə alsam, bu sadə funksiyada sinusun törəməsi kosinus x y eləyir və x y-in də əmsalı x əgər dəyişəndirsə y-dir onun əmsalı. Bir dəfə də törəmə alaq aldığımızda, yenə də y əmsalı idi, qaldı yerində. Kosinusun törəməsi mənfi sinus x y eləyər. X y-in də törəməsi əgər x dəyişəndirsə, bir dənə də y yaranır. Olur y-in kvadratı. Deməli, mənfi y-in kvadratı sinus x y belə bir cavab olmalı, düzdür. Tam diferensial artımı, funksiya artımını bizdən soruşanda, biz dəyişənlərin, məsələn, nəyə görə soruşur? Funksiyanın artımı x-ə görə soruşulursa, onda x üstə gələk delta x, y üstə gələk delta y, hər iki dəyişənin artımı olan qiymətindən özünün qiymətinin çıxılmış ifadəsi düzgün ifadəmizdir. Baxın, yenə də bayaqki tipli bir sualımız var burada. Burada mən x-a y-ə eyni zamanda 0 versəm, yenə də mən burada x, y bərabərdir t əvəzləməsi apara bilərəm. Çünki hər ikisi 0 olanda t də 0 olur, t də 0-a yaxınlaşır, verə bilirəm. Yəni, bir dənə funksiyaya gələ bilirəm də, səhv eləmirəmsə. Ya da ki, bunu hissə-hissədə eləyə bilərəm. Bir dəfə t-yə 0 verərəm. Y-ə 0 verib, sonra o birisini də ala bilərəm. İkisini də eləyə bilərəm əslində. Vəziyyətimdə baxım nə alıram? Limit t yaxınlaşır 0-a. Sürətdə t, məxrəcdə isə 3 çıxılsın kök altında t plus 9. Və t-yə 0 versəm, 0 bölünsün 0 alındığına görə L'Hopital qaydası tətbiq etməyə ixtiyarımız var. Sürətdən ayrı törəmə, məxrəcdən ayrı törəmə alacam. Sürətin törəməsi 1 eləyər, məxrəcin törəməsi isə 0 çıxılsın 1 bölək 2 kök altında t plus 9. T-nin törəməsi 1 elədiyini daha nəzərə almıram. Buradan nə alıram? Buradan alıram. Mənfi 2 kök altında t üstə gəl 9 və artıq t-yə 0 verə bilirik. T-yə 0 versək, mənfi 2 vur 3, mənfi 6 aldım cavabı. 96 nömrəli sualda isə bunu əslində əvvəl y-ə 2, daha sonra isə x-a 0 verə bilirəm. Gəlin, məsələndə y-ə 0 versəm, 2 versəm nə alınar? Alınar sinus 2x bölünsün x, limit x yaxınlaşanda 0-a.
Bu da bizim məşhur limitdir və cavab eləyir 2. 97 nömrəli sual. Kəsilmə nöqtəsi. Kəsilmə nöqtəsi biz bilirdik əslində. Aralı imkanı hazırlaşanda bilirdik. Bir dəyişənli funksiya üçün bilirdik. İndi iki dəyişənli funksiya üçün də eyni prinsipə əsasən deyəcəyik. Kəsilmə nöqtəsi odur ki, funksiya bu qiyməti ala bilməz. Yəni, məsələn, bu funksiya üçün məxrəcin 0 olması kəsilmə nöqtələridir. Məxrəc nə vaxt 0 olur? X kvadrat üstə gələk y kvadrat 1-i bu tərəfə keçirsək bərabərdir 1. Belə bir çevrə alınır mərkəzi 0,0 nöqtəsinə, radiusu 1-ə bərabər olan çevrə. Bu bütövlükdə bu funksiya üçün bu nöqtələr cütünü ödəyən ədədlər kəsilmə nöqtələridir. Tam artım ifadəsini yazın. X, y funksiyasının tam artımını yazın. X vurulsun delta y üstə gələk y vur delta x və hər ikisi. Bu necə olmalıdır? Gəlin həll eləyək də yaxşı bunu həll eləyək. Aslında mən nə yazmalıydım? Mən yazmalıydım ki delta z bərabərdir. Burada yazmalıydım x üstə gələk delta x vurulsun y üstə gələk delta y. Bir dənə də çıxılsın z-in özü də elə x, y-dir. Burada baxın, bu ifadəni vurub açsam, uzaq başı islah olunanlar x, y hasilləri islah olunacaq. X vur delta y qalacaq, üstə gələk delta x vur y qalacaq, bir də üstə gələk delta x, delta y qalacaq. Düzdür? Yəni sadəcə x, y hasili olan ifadələr islah olundu. Sonra baxaq. Yenə də mən burada əvəz etmə tətbiq etmək istəyirəm. X kvadrat üstə gəl y kvadratına rahatlıqla bir t məncə deyə bilərik. Çünki buradan biz limit t yaxınlaşır 0-a 1 üstə gələk t və üzərində 1 böl t. Belə bir limit alırıq. Bu da bizim məşhur limitimizdir və cavab y olur. Bu sualda isə iki variantlı yoxlaya bilərəm. Ya əvvəl x-ə 0 verərəm, ya da ki, əvvəl y-ə 0 verərəm. Hər ikisini etmək olar. Məsələn, y 0 olan halı ilə baxsam, burada qalır nə? Qalır limit x yaxınlaşır 0-a. Y-ə 0 vermişəm deyə sürət olub 0. Məxrəc isə qalıb x-in kvadratı. 0 böl x kvadrat elə 0 eləyir, düzdür? Yəni, mən almışam limit 0, x yaxınlaşanda 0-a. Yəni, burada artıq x-in ikinci bir rolu mənə elə gəlir yoxdur. Sabitin də limiti elə sabitdir, 0-dır. Eyni şeyi x olaraq da davam etsəydim, yenə mən cavab alardım, 0 alardım. Funksiyanın kəsilmə nöqtələri dedik bunu, məxrəc nə zaman 0 olur? Məxrəc nə zaman 0 olur? X, y cütlüyü hər ikisi eyni anda 0 olarsa. 0,0 nöqtəsi kəsilmə nöqtəsidir. X-a görə burada artımı yazmalıyam. Yaxşı, x-a görə artım yazıramsa. Burada olar x üstə gələk delta x vuraq y. Çıxılsın bir dənə də z-in ifadəsinin özü, yəni x, y-in özü. Buradan nə qalır? Açsaq mötərizəni x, y üstə gələk delta x, y, çıxaq x, y. Bunlar getdi. Qaldı delta x vurulmuş y. Limit. Əvəz edəcəm burada yenə də. Eyni anda 0-a gedirsəm, mən x kvadrat üstə gəl y kvadratına t deyə bilirəm. Yəni, buradan alıram limit t yaxınlaşır 0-a, t bölünsün kök altında t plus 4. Çıx 2. T 0-a gedəndə sürətlə məxrəcdə hər ikisi 0 eləyirsə, L'Hopital qaydası tətbiq edə bilirik. Sürətdən ayrılıqda teorem alaram, məxrəcdən ayrılıqda teorem alaram. Sürətin teoreməsi 1 eləyər, məxrəcin teoreməsi 1 bölək 2 kök altında t plus 4 eləyər. Onu da yuxarı qaldırsam, 2 kök altında t plus 4 alıram. Və t-yə də 0 verəndə 2 kök altında 4, o da bərabərdir 4. Aldıq. Funksiyanın kəsilmə nöqtəsi rahat sualdır.
Dönə-dönə dedik. Məxrəc nə vaxt 0 olur? Y kvadrat bərabərdir 2x olsa. 105 nömrəli sual. 105 nömrəli sualda mən y-i bərabərdir kx olaraq əvəz edəcəm. X da 0, y də eyni zamanda 0-a yaxınlaşır. Və burada nə edirik? Alırıq belə bir şey. Limit x qalsın olduğu kimi y-in yerinə kx yazırıq. Və bir dənə fikir verirsəniz, burada x, məxrəcdə x-i çıxarsam 1 plus k. X-lar ixtisar getsə 1 bölünsün 1 plus k. Yəni k-dan asılı bir ifadə qaldı. K-dan asılı ifadə olduğuna görə bu müxtəlif qiymətlər alır. Və müxtəlif qiymətlər də aldığına görə biz deyəcəyik ki, bu limit təyin edilməyib. Çünki bir dənə qiymət almalıdır. Yəni çox sayda qiymət almalı deyil ki. Tangens, burada isə hissə gedə bilərəm. X-a 4 verəcəm əvvəl. Alınır limit y 0-a yaxınlaşanda. Tangens 4, x-a 4 vermişik də. Tangens 4y bölə y. Bu da sizin məşhur limitinizdir və cavab 4-dür. Yəni xatırlayırsınızsa sinus ax böl bx, a böl b qalır. Tangens ax böl bx-dan yenə a böl b qalır. Yəni bu limitləri xatırlasaz cavabın niyə elə olduğunu deyəcəyik. Kəsilmə nöqtəsi məxrəc nə vaxt 0 olur? Məxrəc həm x-in, həm də y-in eyni zamanda 0 olduğu halda 0 olur. O kəsilmə nöqtəsidir. Yenə də digər sualda kəsilmə nöqtəsini soruşursa, məxrəci 0 eləyirəm. Y də bərabərdir mənfi x. Belə bir düz xətt alınır. Bu nöqtələr cütü funksiya üçün kəsilmədir. Maraqlı sual 109-dur. Həll edək. Məxrəc 0 olmasın. Həm sinus x 0 olmasın, həm də sinus y. X nə vaxt 0 olur? Pk-larda. Y nə vaxt 0 olmasın. Buna k demişiksə, buna başqa bir şey deyək. Pm deyək, Pn deyək, fərqi yoxdur. İndi burada cavabı nə ilə verib? Pm-lə x-i verib, Pk ilə y-i verib. Deməli, yəni eyni nəticədə prinsipcə. K və m burada tam ədədlərdir. Bu nöqtələr cütündə, yəni bu funksiyanın kəsilmə nöqtələri olur. Kəsilmə nöqtəsi, sinusun təyin oblastlığı bilirsiniz ki, mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Amma bu arqumentin məxrəci 0-a çevirən qiyməti bizə burada mane olur. Və x, y hasili 0 olması. X, y hasili x-in 0 və yaxud da y-in 0 olan halıdır. X bərabər 0 hansı oxudur? O y oxudu. Y bərabər 0 isə o x oxudu. Səhv eləmirəmsə düzdür. Deməli, burada nə alırıq? Koordinat oxlarını alırıq ki, koordinat oxları üzərində olan bütün nöqtələr, yəni OX və OY oxları, bu oxun üzərində olan bütün sonsuz olaraq nöqtələrin hamısı bizim bu funksiya üçün kəsilmə nöqtələri hesab olunacaq. Kəsilmə nöqtəsi. Ln x üçün kəsilmə nöqtəsi o zaman olar ki, ln ifadəsi mənasız olsun və ln də nə vaxt mənasız olur? 0-a bərabər olaraq qəbul eləsək, çünki ln 0 almır axı. Buradan da x kvadrat üstə gəl, y kvadrat bərabərdir 4. Belə bir çevirən nöqtələrini ala bilirik. Eyni prinsipi burada da yerinə yetirə bilirik. Bərabər də 0 götürsək, natural loqaritmanın arqument hissəsini x kvadrat üstə gələk, y kvadratı bərabər 9 alırsınız. Bütün bu nöqtələr çevirənin nöqtələri kəsilmə nöqtələridir. Yaxşı, bayaq da bunun tipli bir dənə misal var idi. Təkrar limitlə 2 qat limit bir-birindən fərqlidir. O birisi sualda 2 qat, bu 2 qat limitdir. Bayaqki sualda təkrar limit idi və o təkrar limitdə mən 0 almışdım. Hətta dedim ki, bir dəfə x-a görə, bir dəfə y-ə görə yoxlaya bilərsiniz. Amma bu sualda isə biz y bərabərdir kx əvəzləməsi edəcəyik. 2 qat limit olduğu üçün və nə alıram burada? Alıram 2x vurulsun kx. Məxrəcdə alıram x-in kvadratı üstə gələk k kvadratı x kvadratı. Fikir versəz x kvadratlar ixtisar gedər. Yuxarıda qalar 2k, aşağıda qalar 1 üstə gələk k kvadrat. Və gördünüz k-dan asıllıq qaldı. K-dan asıllıq qaldı. Bunun bir neçə qiyməti olur. Və bu da mümkün deyil. Ona görə də bu limitiniz sizin təyin edilməyib. Amma burada isə
Burada isə belə bir sual var idi əslində, belə bir tipli sual izah etmişdim. Sinusla da var idi, tangeslə də var idi. Y-ə 6 verirəm, olur sinus 6x bölünsün x. Limit x yaxınlaşanda 0-a. Bu da məşhur limitinizdir, cavab olur 6. Bu sualda yenə baxın, yuxarıdakı sual kimidir. Yuxarıda sadəcə x idi, burada isə 6x-dir. Y-ə bir kx desəniz, 6x sürətdə qalır. Aşağıda isə x üstə gələk kx. Və buradan da 6 bölünsün 1 plus k. Görürsünüz, yenə də k-dan asıllıq qalır. K-dan asıllıq qaldığına görə təyin edilməyib, limit təyin edilməyib deyə bilirik. Yenə də baxın, burada 2 qat. Əsasən 2 qatlarda baxın, bunu nəzərə alan ki, 2 qatlarda əvəz etmə edə bilirik. Y-ə yenə də mən kx desəm, x kvadrat çıxaq k kvadrat x kvadrat sürətdə alıram. X kvadrat üstə gələk. K kvadrat x kvadrat məxrəcdə alıram. 1 çıx k kvadrat. Aşağıda isə 1 üstə gəl k kvadrat. Görürsünüz, yenə k-dan asıllıq qaldı. Asıllıq qaldısa təyin edilməyib limitiniz. 117 asan sualdır əslində. Y-ə bir dənə p desəm, qalar limit x yaxınlaşır sonsuzluğa. 1 üstə gələk. P bölək x üstü x. Bu da sizin məşhur limitdir, düzdür? Və burada P varsa, Y üstündə P qalacaq. Məşhur limitinizdir. Görkəmli limit, məşhur limit, yəni bu qayda ilə deyirsiniz də. Kəsilmə nöqtəsi, yenə də kəsilmə nöqtəsi məxrəci 0 eləyən nöqtədir və buradan da y bərabərdir x kvadratın nəyini alırsınız? Parabolasını alırsınız. Parabolalardır. 119 məxrəc 0. X kvadrat üstə gəlir, y kvadrat bərabərdir 4. Bu yaxşı sualdır. Soruşur təyin oblastı. Təyin oblastında nə ola bilər, nə ola bilməz? Çox maraqlıdır. Burada biz bilirik ki, təyin oblastı üçün elin, yəni natural loqaritma, ümumiyyətlə məsələn bir t desəm, t nə olmalıdır? 0-dan böyük olmalıdır, düzdür? T heç vaxt 0 olmaz. T 0-ın özünü almaz. Deməli, x, y cütlüyü 0-dan böyük olmalıdır. 0-dan böyük olmaq üçün bunlar eyni işarəli olmalıdır. Ya hər ikisi müsbət olmalıdır, ya da hər ikisi eyni zamanda mənfi olmalıdır. Hər ikisinin müsbət olduğu rüb hansı rübdür? Birinci rüb. Hər ikisinin mənfi olduğu rüb hansı rübdür? Üçüncü rüb. Deməli, birinci və üçüncü rübləri özündə saxlayan sərhədləri nəzərə almırıq. Yerləşən nöqtələr cütü bu funksiyanın təyin oblastı olacaq. 121-də də təyin oblastı oluşursa, kök altı ifadə nə olmalıdır? Ayrı-ayrılıqda 0-dan böyük. Bərabər ola bilər? Hə, ola bilər. Buradan alıram y böyükdür, bərabərdir 0-dan. Sonra x çıx kök altı y böyükdür, bərabərdir 0 olduğu üçün x-in kvadratı böyükdür, bərabərdir y-dən. Y 0-dan böyük olduğu üçün bir də ki, bu ifadənin özünün içində x azalan da, əgər azalan çıxılan, azalan da müsbət olmalıdır ki, yekunda ifadə fərq, müsbətlik yaratsın. X da böyükdür, bərabərdir 0. O zaman qəbul eləyə bilərəm. Funksiyanın təyin oblastı. Funksiya baxaq görə burada bizə maneçilik yaradan nədir? Birinci, bu x-i görürəm. X 0 olmaz, müsbət olmalıdır. Yəni 0-a bərabərlik olan hissələri götürməyin, müsbətlərə baxaq. İkinci halda isə sinus y müsbət olmalıdır. Sinus nə vaxt müsbət idi? Bir dənə xatırlayaq. Sinus müsbət idi, baxın. Harada götürürdünüz? Birinci, ikinci rüblərdə, düzdür? Ya da ki, həll eləyəndə yazırdı 0 üstə gələk. Dövrü nədir bunun? 2 pi k. Bir də pi üstə gələk. 2 pi k. Hansı variantdadır? Baxaq görə hansı variantdadır? Birinci, ikinci rüblərdə olan 0 üstə gələk 2 pi k. Amma burada 2 pi k düz yazılmayıb. 0 üstə gələk 2 pi k. Pi üstə gələk 2 pi k. Budur cavab, düzgün cavab. Funksiyanın kəsilmə nöqtələrini təyin edək, maraqlı suallardandır. Nə zaman 0 olur? Məxrəc özünün ən... Sinus kvadrat da 0. Kosinus, o birisi sinus kvadrat pi y-də 0. Həll edək. Sinus kvadratı pi x əgər 0-dırsa, deməli pi x burada bərabərdir nəyə? Pi k-lara.
x bərabərdir k. Eyni şeyi y üçün yazsam, onda y də bərabərdir hər hansı bir m qəbul eləyəcəm də, düzdür? MK-lar. K və m nədir? K və m z-dən olan tam ədədlərdir. X və y-lər deməli nə etməsin? Tam qiymətlər almasın. Tam qiymətlər alanda 0,0 olduğuna görə o bizim həllərimiz olmaz. Funksiyanın kəsilmə nöqtəsi asan sualdır, sadə sualdır. Məxrəc nə vaxt 0 olur? Hər ikisi 0,0 olanda. 125 yenə də rahat suallardan biridir. X-a 1/x deyəcəksiniz. Y-ə də 1/y deyəcəksiniz. Və sadələşdiririk. Sadəcə belə sadələşdiririk. Asan ortaq məxrəc gətirib sadələşdirə bilərsiniz. Y kvadrat çıx x kvadrat. Keçir əvvələ. Burada isə bir dənə fikir verin, nə edirsiniz? X-lə y-in yerini dəyişirsiniz. Bu da asan bir şeydir. X, y-lə y-in yerini dəyişirsiniz. Onlar y kvadrat çıx x kvadrat. Məxrəcdə elə gəlir dəyişməz. Olduğu kimi qalacaq. Yerini dəyişirsiniz. Dəyişinə dəyişmir ki. Hə, düzdür cavab. Çevrəsində yerləşən nöqtələrin qiymətini hesablayın. Hesablayaq. Bunu mötərizəyə alsam, burada toplama yaranır. Deməli, məxrəcdə nə olur? 1 çıx 4. Məxrəciniz elədi 3. Keçdik sürətə. Sürətə fikir versəniz, bu elə x kvadrat üstə gələk y kvadratının kvadratıdır. Düzdür? Müxtəsər kimi baxa bilərsiniz. Müxtəsər bölmə düsturu kimi. O da eləyər 16. Cavab nə oldu? Mənfi olar. 16/3 mənfisi ilə. Hə, funksiyanın səviyyə xətti. Maraqlı sualda. Səviyyə xətti üçün mən nə qəbul eləyəcəm? Baxın, burada bu sualda elə x kvadrat üstə gələk y kvadratına s desəm, onda daha doğrusu y-dir burada. Y-i buradan tapım, y bərabər olacaq s çıxılsın x-in kvadratı. S çıx x kvadrat parabolası səviyyə xəttidir. Elə burada da birbaşa yaza bilirəm, bərabərdir s desəm, x kvadrat üstə gəl y kvadrat bərabər s olur səviyyə xətti. Bu biraz həll olması sualı. Gəlin bunu həll eləyim. Buna bir dənə s desəm, görün burada nə yaranır? Burada müxtəsər vurma düsturu almalıyam əslində. Baxın, x təkcə nədir? Oluna görə burada x çıx 0-ın kvadratı alıram. Bu bilirsiniz nəyə bənzəyir? Sizin çevrənin mərkəzi nöqtələrini təyin edirdiniz. X çıx a kvadrat üstə gəl y çıx b kvadrat bərabərdir r kvadrat. Bax, onu almalıyam mən burada. X çıx y kvadrat çıx 2y birim çatmır. Bura 1 əlavə edib çıxsam, onda burada alaram y çıxaq 1-in kvadratı və o çıxdığım biri də aparıram s-nin yanına. Olur s plus 1. Gördünüz, mərkəzini aldım. 0,1 nöqtəsi aldım. Mərkəzi 0,1 nöqtəsində radiusu da nəyə bərabərdir? Kök altında s plus 1-ə bərabər olan bir çevrə aldıq. 0,1 nöqtəsində s plus 1 olan çevrə sizin nəyiniz olur? Olur səviyyə xətti. Bir dənə də sual var. Bu asan sualdır. Birbaşa bərabərdir s yazıram. Və buradan y-i tapmalıyam. X çıx s bərabər olur y üstü x-a. Hər tərəfi y üstü x-a bölsək, qalar y bərabərdir. Y üstü x-ı da y üstü mənfi x kimi yaza bilirəm də məxrəcdə olanda. X çıxaq s. Belə bir ifadə alıram. Birincisidir, bəli, düzdür. 132 nömrəli sual. Təyin oblast. Təyin oblastda görürsünüz ki, 2 dənə funksiya var. Hər ikisi kök altı funksiyadır. Hətta birində ln də iştirak edir. İkincidən başlasaq, kök altı ifadə böyük bərabər 0 olmalıdır. Yəni x-in kvadratı üstə gələk y-in kvadratı böyükdür, bərabərdir 144 olmalıdır. Birinci qabaqda verilənə nəzər salsaq, ln-in ifadəsi, yəni ümumiyyətlə kök altı ifadəsi 0-dan böyük olmalıdırsa, ln nədir? Y üstüdür də, düzdür. Y üstü 0-da nəyə bərabərdir? 1-ə. Deməli, 144 bələk x kvadrat üstə gəl y kvadrat böyükdür, bərabərdir 1 olmalıdır. Burada nə alıram? Burada alıram ki, 144 böyükdür, bərabərdir x kvadrat üstə gələk y kvadratından. Burada 144 kiçikdir, bərabərdir almışdım. Burada isə 144 böyükdür, bərabərdir alıram eyni ifadədən.
Deməli, bu ifadənin hər ikisini ödəyən yalnız bir dənə nöqtə bərabərlik olan halını götürməliyəm. Yalnız bir nöqtə yox, yəni bərabərlik olan həllər cütünün hamısını götürməliyəm. X üstəgəl x kvadrat, y kvadrat bərabərdir 144 olan nə böyük, nə də ki, kiçik olan halları yox. Elə bərabərliyin özü hər ikisini ödəyən. Nöqtəni təyin edin. Kəsilmə nöqtəsi nədir? Elin 0 olarsa, onda x də 0, y də 0 bu ifadəni mənasız eləyər. Çünki elin axı 0 ola bilməz. Kosinüsün təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Burada bizə maneə yaradan məxrəcin olmasıdır. X 0 və ya y 0 olmasın. Bayaq bundan sual bir dənə deyəsən sinusdan var idi. X 0 hansı oxudur? O y oxudur. Y bərabər 0 hansı oxudur? Tamamilə o x oxudur. Yəni bu koordinat oxları bizim kəsilmə nöqtələrimiz olur. Və nəhayət, səhv etmirəmsə, bitdi. İki dəyişənli funksiyalarla olan sualların sonuncu sual burada bitir və kəsilmə nöqtəsi məxrəc 0-dır, y də bərabərdir mənfi x, y bərabər mənfi x kəsilmə nöqtəsidir.